Biri gəldi İmam Səccad əleyhissalam yanına, dedi, qoy mən dinimi təhvil verim. Dedi, mən istəyəndə Allahdan xəstəliyimi xəstələndirir məni. İstəyəndə acdırmaq, pılım olsun, kasıb olum, Allah məni kasıb edir. İstəyəndə Allah məni varlı eləsin, varlı edir. Ağa necədir? Ağa belə pistör. Dedi, yaxşısı nədir? Dedi, yaxşısı odur, Allah istəyəndə biz xəstələnirik. Allah istəyəndə sağaldırıq. Allah istəyəndə kasıb oluruq. Hamısı. Yaxşı, o Səədinin də səhv eləmirəmsə, deyir, yekü dərd, yekü dərman pəsəndət, yekü vəsl, yekü hicran pəsəndət. Mən əz dərd, dəvayı, vəsl, hicran pəsəndə, mancira, canan pəsəndət. Biri dərd istəyir, biri dərman istəyir, biri vəsl istəyir, biri hicran istəyir. Amma mən bu dərdin, dərmanın, vəslin, hicranın içərisindən Allah istəyəni istəyirəm. Allah, ona görə Həzrəti Yusuf quyuda qalsın. Ya əsir düşsün, ya zindanda qalsın, görürsən, getdi zindanı necə abad elədi. O fərq eləmirdi. Amma töhmət ağır şeydir. Töhmət ağır şeydir. Görürsən, Allah orada siddiqinin dadına yetişdirdi, uşağı danışdırır. Uşaq da başlayır danışmağa.